everyone. Today's topic is about I can describe relationships. Yəni mən münasibətləri təsvir edə bilirəm. Now let's start with this text. Actually, let's look at the glossary first. Gəlin birlikdə glossary bölməsinə baxaq. Partner, yəni partnyor. Someone you have romantic relationship with. Kiminləsə romantik münasibəti olmaq. Boyfriend, girlfriend, wife or husband. Be together, birlikdə olmaq. Be in a romantic relationship. Go out with someone. Have a romantic relationship with someone. Yəni biri ilə gəzintiyə çıxmaq, date'ə getmək, görüşə getmək. Go out with someone deyilir. Bu təkcə romantik əlaqə olmaya da bilər əslində. Yəni bütün mənalarda istifadə oluna bilər. Dostlarla gəzintiyə çıxmaq, bunu kimi də istifadə edə bilərsiniz. Ex-boyfriend, person who was your boyfriend in the past. Yəni köhnə sevgili, keçmiş sevgili. Ex-girlfriend, ex-wife, ex-husband kimi də istifadə edə bilərsiniz. Get to know someone. Birini tanımaq deməkdir bu. Çox lazımlı ifadədir, yadınızda saxlayın. Learn about and become friends with someone. Biri haqqında öyrənmək və onunla dost olmaq. Get to know someone. Get married, evlənmək. Become husband and wife. Have a baby, uşağı olması. Become a new mother or father. Couple, cütlük deməkdir. Two people often in a romantic relationship. Split up. Deməli, split up ayrılmaq deməkdir. Stop having romantic relationship. Baxın, romantik münasibəti dayandırılması, yəni ayrılmaq. Break up-la da istifadə edə bilərsiniz. Break up. Divorced isə bu da boşanmaq deməkdir. Married in the past but not now. Əvvəl evli olmaq, indi evli olmamaq. Okay, now let's look at here. You have a relationship with someone. It can be good or bad. Biri ilə yaxşı və yaxud pis münasibətiniz ola bilər. Yəni bunu təkcə pozitiv mənada yox, mənfi mənada, negativ mənada da istifadə edə bilərsiniz. I have a good relationship with my flatmate. Flatmate yəni mənzil yoldaşım deməkdir. Mənzil yoldaşım ilə çox yaxşı bir münasibətim var. He has a difficult relationship with his father. Onun atası ilə münasibəti yəni çətindir. We often talk about romantic relationships with wives, boyfriends, etc. Biz danışarkən münasibətlərdən, daha çox romantik münasibətlərdən danışırıq, amma yəni dediyim kimi bu müxtəlif münasibətlər ola bilər, yaxşı da ola bilər, pis də ola bilər. Gəlin indi birlikdə mətni oxuyub tərcümə edək. Romantic relationships. Max is my partner, Max mənim partnyorumdur and we have a very good relationship və bizim çox yaxşı münasibətimiz var. We have been together. Baxın, bu da have been together demək. Have been, present, perfect tense'dir. Biz deyil for about 2 years. 2 ildir ki birlikdəyik. I started to go out with him after I came to London. Londona gəldikdən sonra onunla go out, yəni bir yer gəzintiyə çıxmağa, kafeyə, restorana getməyə, yəni bu kimi date'lərə getməyə başladım. We met at my ex-boyfriend's house and because Max lived near me, it was easy for us to get to know each other. Biz köhnə sevgilimin evində tanış olduq və Max mənə yaxınlıqda yaşadığı üçün bizim üçün çox asan oldu bir-birimizi tanımaq. Now Max wants us to get married and have a baby, but I am not sure. İndi Max bizim evlənməyimizi və uşağımızın olmasını istəyir, amma mən əmin deyiləm. I am not sure. Sure əmin olmaqdır. I am not sure desəyiz, inkarda olur. I have friends who are happily married. Mənim deyir, xoşbəxt evlilikləri olan dostlarım var. But I also know married couples who have split up. Amma deyir, mən cütlüklər tanıyıram. Bilirəm ki, ayrılıblar. Kim ki ayrılıblar. Baxın, bu da relative clause-dur. İzah ediriksə bir şeyi, onda who'dan, which'dən, where'dən istifadə edirik. And are now divorced. Və onlar indi boşanıblar. I don't want that to happen to us. Bunun bizə baş verməyini istəmirəm. Happen baş verməkdir. Okay, now let's look at here. Burada da yenə ifadələrimiz var. Get on well. Biri ilə yaxşı yola getməkdir. Get on well with someone. Get on well with my sister.
Bacımla yaxşı yola gedirəm. Buna başqa cür ifadələrlə deyə bilərsiniz. Özünüz üçün qeyd götürün. Good rapport. Bu ifadənin mənası o deməkdir ki, yaxşı münasibət. Get along well. Along well. Elə bu ifadədə yaxşı münasibət, yaxşı yola getməkdir. Yəni, bu üçü də eyni mənaya gəlir. Meet görüşməkdir. Met keçmiş zamandır. See and speak to someone for the first time. Birini görmək, danışmaq ilk səfərdə. Met görüşmək deməkdir. Met keçmiş zamandır. Become flatmates. Flatmates, yəni mənzil yoldaşı olmaq. Start to be flatmates, also become friends və dost olmaq demək mənasında gəlir. Yəni, become friends deyirsinizsə, dost olmaq deməkdir. Flatmate, mənzil yoldaşı, person you live with, kimlə ki yaşayırsan, but not in the romantic relationship, yəni romantik münasibət deyil, sadəcə biri ilə yaşayırsınız. Advice, məsləhət, an opinion or information that give you to help someone with a problem. Birinə məsləhət verməkdir, fikir və ya informasiya verirsiniz ki, kömək edir həmin insan probleminə. You give advice, baxın, advice məsləhət vermək. You give someone advice, kiməsə məsləhət vermək. Onu deyirsiniz ki, I give my sister advice. Baxın, o someone-ın yerinə artıq kimə məsləhət verirsiniz, həmin insanın adını mı və yaxud sizlə necə bir əlaqəsi varsa, yaxud bacımdırsa, qardaşımdırsa, anamdırsa, bacım, atamdırsa, kimdirsə artıq dostumdursa, onu qoyacaqsınız ora, boş someone-ın yerinə. See someone, talk or visit someone. Baxın, birini görmək o mənada deyir ki, yəni birlə danışmaq, yaxud birini ziyarət etmək mənasındadır. Yəni, bu görürəm deyil burada. Burada məcazi mənadadır. Biri ilə görüşürəm deməkdir, yəni danışıram, ziyarət edirəm deməkdir. Know someone isə be friends with someone or have met them. Biri ilə dost olmaq, biri ilə görüşmək. Yəni, tanıyıram mən bu insanı deyəndə know someone deyirik. Closest friend, ən yaxın dost. Most important friend, baxın, ən vacib dost. Best friend də deyilir, ən çox BFF yazılan. Best friend forever. Bu ifadədən yadınızda saxlaya bilərsiniz. Okay, each other da bir-birini deməkdir. Paul and Mike are really loved each other. Paul və Mike həqiqətən bir-birlərini sevdilər. The two girls never listen to each other. İki qız heç vaxt bir-birini dinləmirlər. Okay, now let's look at our text. Why we like each other? Niyə biz bir-birimizi xoşlayırıq? Sophie danışır. I get on very well with Gemma. She's great. Dedi ki, yəni Gemma ilə yaxşı yola gedirəm. O çox yaxşıdır. She's great. O möhtəşəmdir. I don't know why. Bilmirəm niyə. Because we are completely different. Çünki biz tamamilə müxtəlifik. We first met at university. Baxın, keçmiş zamanda biz ilk dəfə universitetdə tanış olduq. And then became flatmates. Və sonra biz, baxın, become'ın keçmişi became'dir. Mənzil yoldaşı olduq deyir. If I have a problem, əgər problemim varsa, Gemma is the first person. Gemma ilk insandır ki, I ask for advice. Mən məsləhət üçün məsləhət xahiş edirəm ondan. Baxın, ask soruşmaq mənası var, bir də xahiş etmək. Burada yəni məsləhət xahiş edirəm ondan. And she always gives me good advice. Və həmişə o mənə yaxşı məsləhət verir. We don't see each other very often now. Biz bir-birimizi indi tez-tez görmürük. Because we live in different parts of the country. Because biz, çünki deyir, biz şəhərin, baxın, often olan ifadələrdə həmişə ikinci tərəfdən başlayırsınız tərcüməyə. Çünki biz şəhərin müxtəlif hisslərində yaşayırıq. But I have known her for a long time. Amma deyir, mən onu uzun müddətdir, long time, baxın, uzun müddətdir tanıyıram. Known, tanıyırdım. Present perfect tense'dir bu da. And she will always be my closest friend. Bu da gələcək zaman. O deyir, həmişə mənim ən yaxın dostum olacaq. Buradakı S çəkicisi də superlative degree'dir. Superlative degree. Bu sifətin qaydasıdır. Onu da öyrənməyiniz üçün baxa bilərsiniz qaydalara. I hope it's a very useful video for you. See you next time. Bye bye.